müəllif qeyd edir ki, əgər ad peyğəmbərlərdən hər hansı bir peyğəmbərin adı olduqda və yaxud da ki, dəyərli və hörmətli səhabələrdən hər hansının biri adı olduqda, yaxşı olar ki, valideyn həmin o peyğəmbərin və həmçinin həmin o səhabənin həyatı haqqında öz övladına danışsın. Onun qissəsindən həmin o uşağa bəyan etsin, çatdırsın. Yəni, hansı peyğəmbərin adını daşıyırsa və ya hansı səhabənin adını daşıyırsa və yaxud da ki, hansı salihlərdən birinin adını daşıyırsa və onların həyatı barəsində valideynin danışması daha yaxşıdır. Hətta o uşaq üçün faydalı olsun. Nə üçün, əziz qardaşlar? Belə olduğu təqdirdə, yəni o zaman yaxşıdır ki, deyir, valideyn uşağa həmin şəxslərin, həmin şəxsiyyətlərin, yəni peyğəmbərlərin və yaxud da ki, sahabələrin, salihlərin ən gözəl xüsusiyyətlərini ona çatdırsın. Və həmçinin onların gözəl əxlaqlarını onlara çatdırsın. Hətta o uşaqların həyatında o öz əksini tapsın. O uşaqlar həmin o peyğəmbərlərin adını eşitdikdə, onların üstün xüsusiyyətlərini eşitdikdə və gözəl əxlaqlarını eşitdikdə və o zaman deyir, çalışmalıdır ki, o uşaqlar da onlara bənzəsin. Yəni onlarda deyir, nə aşılanır və istər-istəməz o uşaqlar o peyğəmbərin, o səhabənin, o dəyərli bir şəxsiyyətin, salih insanın o üstün xüsusiyyətlərini eşitdikdə və özündə onları cəm etmək həvəsi yaranır və çalışır ki, onlara bənzəsin.